bir söz sizə deyim ki, heç kəs məni inciməsin, mən prosto düzgün başa düşür. Psixiatriya tez sürətlə değişilən bir elmdir. Ona görə ki, bu elm bağlıdır mühitlə. Bu elm bağlı, psixiatriya belə bir elmdir ki, o bağlıdır həm psixologiya ilə, həm sosiologiya ilə, həm politologiya ilə, həm ictimai həyatla, həm mədəniyyətlə. Bu bir-birinə bağlıdır. Və ona görə orada nə dəyişikliklər varsa, onlar mütləq öz əksini tapacaq psixiatriyada. Nə problem varsa, o mütləq öz əksini tapacaq psixiatriyada. Bax, indi mən baxıram, təzə müdafiə dissertasiyalar götürürlər cavan alimlər. Mən olan yaşında olanda yadımdadır, biz götürürdük mövzu, məsəl üçün, şizofreniyanın hansısa bir forması, şizofreniyanın formasının müalicəsi və s. Amma indi baxıram, onlar elmi işlər süni intellektlə bağlı, elmi işlər. Maraqlıdır, çox gözəldir. Amma görürsünüz, cəmiyyətdə süni intellekt problemi, süni intellekt anlayışı bu mütləq özünü tapdı. Artıq elmi işlərə də